Başladım. Aha, choose the correct sentences with the possessive case. Deməli, yerlik halda olan. Dedik ki, this özündən sonra tək isim istədiyinə görə və bilirik ki, s-dən sonra gələn apostrof cəmliyi bildirir. Bu səhvdir. Olmalıydı dog, apostrof s olmalı idi. Ona görə bu yanlışdır. The dog is sleeping'dir. Məsələn, apostrof s-də gələ ing-li fe'l gəlirsə, bu yerlik halda ola bilər. Biz nə demişdik? Apostrof s-də gələ ing-li fe'l gəlirsə, bundan sonra başqa bir fe'l gəlməlidir. Məsələn, the dog sleeping frightened fe'l gəlir və yaxud da is gələ bilər, was gələ bilər. Fe'l gəlmirsə, bu indiki davam edici zaman formasıdır. Amma yox, fe'l yox, in gəlirsə, və yaxud da ki, at the moment gəlirsə, yəni söz önü və ya başqa nitq hissəsi gəlirsə, deməli bu və yaxud da məsələn sleeping beautifully zərf gəlirsə, bu yerlik hal deyil, bu dediyimiz kimi davam edici zamandır, bunu götürmürük. These are my friends. Bəli, burada dostlarımın şəkilləri. Burada apostrof s də olsa doğrudur, s apostrof da olsa. Çünki bilirik ki, bu normal qaydada cəmlənəndir. Dostumun şəkilləri də ola bilər, dostlarımın şəkilləri də ola bilər. Nə dəxli? Ona görə bunu götürürük. These boys. Bəli, this dediyi özündən sonra apostrof s istəyir. Burada da apostrof s-dir. Deməli, bu düzdür. Və 3, 4. B variantı. Nə yazmışdınız görürüm? B yazmışdınız, düzdür. 12. People take care of their planet. Baxırıq, should gələ bilər, may not da gələ bilər, mustn't da gələ bilər, haven't to. Haven't gələ bilməz. Niyə gələ bilməz? Çünki haven't deyə bir şey yoxdur. Have to var, haven't to yoxdur. Haven't də to'su yoxdur, deyin, düz deyil. Qaldıq 3 dənə variantda. Sizə nə demişdim? Demişdim ki, 2 inkar, 1 tək. Hansı bir dənə qalırsa onu götürürsünüz. Görürsünüz, 2 inkar, 1 müstəh təsdiq. Deməli, inkarlar deyil, təsdiqdir. Və baxırıq tərcümə ilə də deyir ki, insanlar planetlərinin qayğısına qalmalıdırlar. Ona görə A variantı. Əgər may not desək olur ki, insanlar planetlərinin qayğısına qala bilməzlər və mustn't olanda insanlar planetlərin qayğısına qalmamalıdırlar kimi tərcümə olunur. Görürsüz, tərcümə də ödəmir və A. 2 təsdiq, 1 inkar, hansı təkdirsə onu seçirsiniz. A yazmışdınız, düzdür. Sonra düzgün variant. A piece of land, düzdür, bir hissə torpaq. A jungle, burada söhbət adventures'dən gedir. 2 isim yanaşı gələrsə, biz təkliyi, cəmliyi ona görə müəyyən edirik. 2 isim yanaşı gələrsə və bu artiklı ikinci ismə aiddir. Deməli, bu səhvdə a jungle adventure olmalıydı. Place for games. Söz önü gəlirsə 2 ismin arasında, söz önü gəlirsə birinciyə görə müəyyən edirik. Və burada place sayılan isimdir deyin, a place olmalıydı. Ona görə bu səhvdir. A local travel agent. Gördüyünüz kimi yerli, bu sifətdir, bu heç. Travel agent 2 isim yanaşı gəlibdir və biz dedik ikinciyə görədir, agent də təkdədir, bəli, düzdür. Deməli, nə oldu burada? 1, bir də 4. 1, 4 variantı C variantımızdır. 13-ə C yazmışsınız, aferin sizə. 14. Sayılan isim istəyir. Rope, bəli, sayılan isimdir. Götürürük. Waterfall, tribe, qəbilə, sayılan isimdir. Qəbilələr. Waterfall, bəli. Fog, duman, yox. Frog, bəli. Patience, səbir, yox. 1, 2, 3, 5. D variantı. Fog, duman, çiskin deməkdir. Neçə dənə, neçə kilo deyə bilmərik təbii ki. Ona görə olmaz. Amma qurbağa neçə dənədir deyə bilərik. Şəlalələr deyə bilərik. Qəbilələr deyə bilərik. İplər deyə bilərik. Ona görə 1, 2, 3, 5 D variantı. 14 D. Züleyxa səhv yazıb, Zaha düz yazıbdır. Züleyxa aydın oldu? Bəli.
Sən C yazmışdın. 1, 4, 5, 6. Patience, səbir. Səbir ha vaxtdan sayılan isim olur. Neçə kilo və yaxud da neçə dənə səbir deyə bilərik? Yox. Sonra school librarian. Burada söhbət kitabxanaçıdan gedir və kitabxanaçı da sayıla bilər, təkdir. Ona görə a school librarian deyə bilərik. The school librarian da deyə bilərik. Əgər müəyyən kitabxanaçıdan danışılırsa. Və yaxud da the. The hər iki halda doğrudur deyin. Biz burada ikisini də götürə bilərik. Də, the də. C variantını sildik. Yeni də sildik. Recommended. Kitab məsləhət gördü. Book. Kitab. Kitab da sayılan isimdir deyin. Fantastic Adventure Book. Deməli, burada olur. Ya V variantımız yoxdur. Mütləq artiklı olmalıdır. A-nı da silirik. Ona görə D variantıdır. 15D. 15D. Zaur səhv yazıb. Müəllim o. Hə. Züleyxa düz yazıb. Siz ekran kaydı alırsınız. Hə, alıram. Mənə niyə sıfır göstərir? Nə sıfır göstərir? Yox, mən şeydir, planşetin ekran kaydı. Yox, ekran paylaşmışam axı. Ekran paylaşırsınız, ekran kaydı. Ekran kaydım Yəni, planşetdə yoxdur ekran kaydı. Mən screen recording edirəm planşetdə. Screen recordingdə ekran rekord edir prosto. Planşetdə yoxdur recording. Zoom recordingi. Aha. On the way to. Bu ifadədir. On the way to. On the way to. Bunu yadınızda saxlayın. Mütləq the article işlədir. On the way deyə bilmərik qəti şəkildə. On the way to school, I saw. Bir dənə quş gördüm. Bird sayılan isimdir deyin. Və burada exotic deməli sait gəlib. Ona görə an exotic deyirik. An exotic bird deyiriksə seni silirik, D-ni silirik. Qaldı A ilə Y. In the tree. Ağacda gördüm. Ağacda. In the tree. Məkan kimi in the. Ağacda. In the. Ona görə Y variantı. Aydın olur izahlarım. 16-nı Zav səhv yazıb, Züleyxa düz yazıb. No. Aydın olmadı. Okay. Silək bunu. Bax, ifadədir. On the way to. Nəyisə gedən yol. On the way to school, məktəbə gedən yol. On the way to home. On the way to, yox, bircə dənə home sözündə to olmur. Heç nə olmur. On the way home. Yox, home sözü varsa heç nə olmur. Amma on the way to station, on the way to school, on the way to park, parka gedən yolda, məktəbə gedən, amma home-da heç nə işləmir. On the way home deyirik. On the way to school, I saw, gördüm. Nəyi gördüm? Quş baxırıq ki, sayılan isimdir. Deməli, biz an article-dan istifadə edirik. Deməli, the article olanı seçirik, birinci D article olanı sildik. Qaldı A, C, D, Y. Və gördüm, quş gördüm. Burada bird deyə bilərik, amma bird, burada exotic sözü gəlib və exotic saitdir. Saitdir deyin, biz mütləq burada an işlətməliyik. Çünki sait olduğuna görə an-dən istifadə edirik. C-ni də silirik, D-ni də silirik. Exotica görə seçmirik biz. Seçmirik, an seçirik. An. Və ağacda gördüm. Məkan kimi in, məkan bildirirsə in the ilə işlədirik məkan kimi. Məsələn, in the box, in the room, in the tree və in the. Ona görə Y variantı. Aydın oldu, yoxsa təkrar izah edeyim? Yes, oldu. Ümid edirəm yadda qala. Aha. Traffic safety course for the students. Aha. Deməli, burada students başlayacaq.
Bir starts olur, başlayır. Adətən bizim məktəbdə olur da. Adətən başlayır. Burada konkret bir zaman göstəricisi yoxdursa, uşaqlar cümlənizdə konkret zaman göstəricisi yoxdursa, kurs bizim məktəbdə olur, ümumiyyətlə olur. Ava bir götürük və olacaq. Bizim məktəbdə başlayacaq. 2 də verə bilərik. Və burada will start'ı dedik. Start niyə olmur? Çünki course təkdədir. Start isə cəm xəbərdir. Biz course demişdik nədir? Sözünüdən öncəki ismə görə biz müəyyənləşdiririk təkliyi, cəmliyi. Course da təkli deyin, start da cəm xəbərdir. Olmaz. Have started də cəm xəbərdir, olmaz. Amma has started versaydı olardı. Çünki bizdə bəlli bir zaman göstəricisi yoxdur deyin. İstədiyimiz zamanı verə bilərik. Ona görə 1, 2, C variantı. Aydın oldu Zar? Bəli. Baxın uşaqlar. Ay Mehmet, siz ekrana yazı yazırsınız. Ha, yazıram, görünmür. Ben de görsəmirəm niyəsə, bilmirəm niyə. Züleyxa, səndə görünür? Ay, Züleyxa, görünür səndə? Züleyxa, Züleyxa buradadır. bilmirəm. Mənim nə deyirdiniz? Ekranda yazı yazıram, görünür səndə? Zoomda görünmür, xeyr. Buyur, onda zoom'unkünü bağlayayım mən. İndi görünəcək yoxsa yox? Görünür? Ya, Hə? yox. Bircə dəqiqə. Hə. Draw. Göründü mü? Görünür mü? Xeyr. Görünmədi. Məncə ümumiyyətlə siz bu recording işarəsi var ya aşağıdakı 00 yazan. Onu başladığında zoom işləmir. Yəni zoomun ekran görüntüsü bizdə görünmür. Ekran da görünmür. Elə yox mənim. Yəni donur bir görüntüdə qalır. Siz elədikləriniz bizdə görünmür. Bəs indi ekran yazısı yazıram, o da görünmədi, eləmi? Elə onu deyirəm də mənim görünmür. Yaxşı, onda